Ayqa, oğlun arvadını alarsan sən. Yox, bəs sən əxlaqı necə təməlləndirirsən? Burada əxlaq subyektivdir. Başa subyektivliyi qoya qırağa. Sən bilirsən ki, Kəbə Petradadır. Başa sən bilirsən ki, Quranda düz dünyadan danışılır. Qaqa, Quran vəhşi başdan ayağa səhvdir. Qaqa, Quranda səhv. Qaqa, ay qaqa, sən nənəmə qaqa. Hə, yəqin ki, Ayxan bu gün burada sənin yerinə bir radikal ateist olsa bu sualları verəcəkdi. Sən sadəcə ətrafımızda radikal ateist olmadığı üçün sadəcə nümunə olaraq belə deyək, səni istifadə elədi. Yəni Ayxan radikal ateist deyil. Yəni bu suallar onun ciddi sualları deyil. Ümidvaram ki, elə deyil də, yəni Ayxan. İnşallah deyil. Deməli, bu günləri Ayxan bu arada mənim həm videoqrafım, həm də videolarımı montaj edən şəxsdir. Hansı ki, zaman-zaman öz sosial şəbəkələrimdə paylaşıram bunu videoların altında. Deməli, bugünkü mövzumuz çox maraqlı bir mövzudur Ayxan. Mövzum deməli, hətta birinci mövzudan qabaq deyim ki, buradan üzümü tuturan birinci Ziya Balıyevə, Elşad Miriyə və Fazil Əhmədə. Bu yanlış anlaşılmasın, yəni bir hodri meydan demək deyil. Bu sadəcə mən bir video çəkirəm. Bunu izləyin, zəhmət olmasa öz fikirlərinizi bölüşün. Mən necə rahat, rasional və əxlaq çərçivəsində fikirlərimi ifadə edəcəmsə, sizdən də eyni şəkildə məhz cavab gözləyəcəm. Deməli Ayxan, bugünkü mövzumuz çox maraqlı mövzudur, bildirdiyim kimi və mövzumuz Tanrının xüsusiyyətləri var, hansı ki, din və yaxud da teizm tərəfindən bildirilən bu xüsusiyyətlərin bir-birlərinin ziddiyyəti olduğunu deyəcəm. Amma bu gün sadəcə bir xüsusiyyətinə toxunacağam. Deməli, istəyirsənsə giriş eləyək, yavaş-yavaş izləyicimizə maraqlı olsun. Burada sualların olsa bildir, cavablama çalışacağam. Amma çox çətin suallar verməz. Öncə bu belə əvvəlcədən hazırlaşılmış suallar olmayacaq ona görə. Yox, çətin sual verməyəcəm, çünki çətin sual verəndə cavab da uzanır və montaj çətinləşir. Mənə sərf eləmir. Deməli dostlar, keçək mövzuya. Əlimizdə bir tanrı tərifi var. Demək, bu tanrı heç bir fiziki bədənə sahib olmayan, demək, əlimizdə bir tanrı tərifi var, hansı ki, heç bir fiziki bədənə sahib olmayan, hər şeyi bilən, hər şeyə qadir və mükəmməl, möhtəşəm əxlaqi xüsusiyyətlərə sahib olan mükəmməl bir tanrı konsepsiyası var. Və bu burada 3 videodur, silsilə şəklində olacaq və bugünkü videomuzda Tanrının hər şeyi bilməsi. Amma bu birinci videomuzda sadəcə toxunacağım yer Tanrının hər şeyi bilməsi xüsusiyyətinin ziddiyyətli olması ilə bağlı olacaq. Çünki hər üçü fərqli-fərqli xüsusiyyətləri və mən bir videoda üçü haqqında danışsam, həm izləyicilər üçün məncə qarışıq olacaq, həm də ki, video kifayət qədər uzanacaq. Yəni qısa şəkildə olsun, hamımızın anladığı formada olsun deyə düşünürəm. Təbii ki, birinci olaraq məncə burada Ayxan, mən hər şey bilmək deyəndə nəyi nəzərdə tuturam? Birinci bunu demək lazımdır. Bundan da əvvəl düşünürəm ki, bilik ümumiyyətcə nədir və filosoflar tərəfindən bilik hansı hissələrə bölünür, mərhələlərə bölünür, bunu çatdırmaq istəyirəm. Filosofların adətən belə deyək də 3 formada bölüşdürdüyü bilik anlayışı var, hansı ki, bunlar birinci faktiki bilik anlayışıdır. İkinci prosedural bilikdir. Üçüncü isə təcrübə ilə əldə olunan bilikdir. İzah edeyim tam olaraq nə? Daha sonra keçək videomuza. Sualın olsa deyə bilərsən burada biliklər haqqında. Deməli, faktiki bilik nədir? Faktiki bilik sənin həm də doğru inanc olaraq saydığın biliklərdir. Misal üçün də çox sadə biliklər 2+2 = 4 və yaxud da biz hal-hazırda studiyadayıq, quşlar uçur, hava küləklidir və s. və s. Yəni bu tipli belə deyək də faktiki bilik olan və doğru inanc anlayışlarıdır. Faktiki bilik birinci olaraq belə deyək də bu biliklərdir. İkinci, faktiki bilikdən fərqlənən və hər zaman da insanlar tərəfindən çox yanlış anlaşılan bilik növüdür, prosedural bilik növü. Nədir prosedural bilik? Faktiki bilikdən ayrılır və nədir? Misal üçün, mən futbol oynamağı bilirəm. Tutaq ki, futbolun qaydalarını, futbolun hansı müddətdə olduğunu və s. və s. Amma mənim bunu bilməyim hələ mənim yaxşı futbol oynadığım gerçəyini ifadə eləmir. Amma məhz bu bilik növü odur ki, mən yaxşı futbol oynaya bilirəm. Yəni, mən həqiqətən də, belə deyək də, o futbolu oynama bir növ biliyinə sahibəm. Buradakı bilik növü artıq təcrübə ilə bağlı olan bilikdir və özüm də bu işi eləyə bilirəm anlamda və yaxud da tutaq ki, mən riyazi məsələləri həll edə bilirəm və həmçinin bu bilik növü 3 belə deyək də mərhələdən ibarətdir. Mən riyazi məsələləri çox sadə riyazi məsələləri həll edə bilərəm, orta və həmçinin də daha çətin, daha mürəkkəb riyazi məsələləri həll edə bilərəm və yaxud da futboldan bunu nümunə verə bilərəm ki, tutaq ki, Azərbaycan millisi zəif olaraq, Türkiyə millisi orta və yaxud da İspaniya, tutaq ki, hansıdır, Portuqaliya, Argentina və s. Bunlar da daha üst segment futbol biliyinə sahib olan
şəxslərdir, subyektlərdir. Üçüncü növ bilik təcrübə ilə əsaslanan bilikdir ki, artıq burada sən bir şeyi təcrübə edirsən. Məsəl üçün mən müharibəni bilirəm demək o deməkdir ki, bir faktiki olaraq bilirəm ki, müharibə anlayışları nədir. İkinci olaraq isə mən artıq təcrübə eləmişəm bunu. Tərifə geri dönürük, hansı ki bizim Tanrıya verdiyimiz tərif var idi. Yəni hər şeyi bilmək tərifi. O zaman məntiqi olaraq biliyin də növlərini verdikdən sonra belə bir çıxarım eləyə bilərik ki, tutaq ki P-ni götürək, yəni hər şeyi bilmə xüsusiyyəti olan bir varlığı götürək, olsun P və K da olsun bilik. P hər cür K-ya malikdir. Yəni hər cür dediyimiz bu üç növ biliyə malikdir deyilir və Tanrı hər şeyi bilən xüsusiyyətində olduğu üçün hər üç biliyi də əslində özündə ehtiva etməlidir. Amma tərifdə vurğulanmayan bir məsələ var. Misal üçün biz axı bildirdik birinci növ bilik faktiki bilikdir və faktiki bilik doğru bilik deməkdir və özündə yanlış bilik anlayışını ehtiva etmir, amma Tanrının tərifində məsələn yanlış bilik ehtimalı nəzərdə tutulmadığı üçün əslində bu ziddiyyətli qavramdır. Çünki Tanrı yanlış biliyə də sahib ola bilər və eyni zamanda Tanrı həm də hər şey bildiyinə görə doğru biliyə də sahibdir, faktiki biliyə də sahibdir və bu ikisinin eyni anda mövcud olması əslində Tanrının biliyində, yəni hər şey bilmək xüsusiyyətində bir ziddiyyət təşkil edir. İkinci məsələ biz yəni prosedural biliyə dedik ki, bu müəyyən səviyyələrdə olur və tutaq ki, Tanrı əgər hər şey bilən sifətinə, xüsusiyyətinə sahibdirsə, demək ki, bir şeyi minimal səviyyədə edə bilmə potensialına da, biliyinə də sahibdir və bu da artıq yenə də özünün hər şey bilmə sifəti ilə ziddiyyətə düşür. Çünki Tanrı bir şeyi minimal səviyyədə edə bilirsə, bu o deməkdir ki, Tanrı heç də mükəmməl bir varlıq deyil və onun hər şeyə qadir sifəti də burada hər şey bilmə sifəti ilə ziddiyyətə düşür. Və bu da əslində tərif olaraq Tanrının xüsusiyyətlərinin öz arasında ziddiyyətli olduğunu bizə çox asan bir şəkildə göstərir. Necə yəni? Necə yəni? Misal üçün, biz axı bildirdik Tanrı hər hər şeyi bilir, hər şeyi bilən sifətinə sahibdir və yaxud da xüsusiyyətinə sahibdir və biz həm də bildirdik ki, ikinci bilik növü 3 mərhələdən ibarətdir. Yəni orta, zəif, orta və yaxşı. Tanrı əgər hər şeyi bilirsə, demək zəif biliyə də sahibdir və zəif biliyə sahib olan Tanrı mükəmməl bir Tanrı deyil və hər şey qadir sifətinə sahib deyil. Əslində izah budur yəni. Burada bəzi suallar çıxa bilər. Bu suallara videonun sonlarına doğru toxunacağım bu arada. Təbii ki, inanclı insanlar məhz bu problemi, yəni söhbət teistlərdən gedir, ortadan qaldırmaq üçün tərifdə belə bir dəyişiklik edirlər bu üç bilikdə. Məsəl üçün deyirlər ki, birinci bilik, yəni faktiki bilikdə Tanrı sadəcə bildiyinə inanır və yaxud da inandığını bilir. İkinci bilikdə, yəni prosedural bilikdə Tanrı yalnızca ən mükəmməl formada biliyə sahibdir. Üçüncü formada isə Tanrı hər cür təcrübi biliyə malikdir. Lakin bu tərifin özündə də müəyyən bir sıxıntılar mövcuddur. Çünki Tanrının hər şeyi bilməsi ilə onun az öncə tərifdə də bildirdiyimiz kimi bədənsiz olması arasında bir ziddiyyət mövcuddur. Misal üçün, Tanrı gimnastika hərəkətlərini təcrübə eləyə bilməz. Çünki Tanrı bir fiziki bədənə sahib deyil və gimnastika hərəkətlərini təcrübə etmək üçün mütləq şəkildə varlıq fiziki bir bədənə sahib olmalıdır və burada Tanrının hər şeyi bilmə xüsusiyyəti ilə məhz bədənsiz olmaq xüsusiyyəti bir-biri ilə yenə də ziddiyyət təşkil edir. Və Tanrı əgər hər iki xüsusiyyətə sahibdirsə, burada məntiqi çıxarım olaraq iddia eləyə bilirik ki, Tanrı mövcud ola bilməz. Həmçinin hər şeyi bilmə xüsusiyyəti bəzi əxlaqi sifətlərlə də ziddiyyət təşkil edir. Misal üçün, Tanrıda hər şeyi bilmə xüsusiyyəti olduğuna görə Tanrı bu xüsusiyyətləri, yəni əxlaqi sifətləri də əslində təcrübə edə bilməlidir. Amma eyni zamanda Tanrı mükəmməl əxlaqa sahib olduğu üçün bu əxlaqi sifətləri təcrübə edə bilməz. Yenə də əslində əlimizdə bir-biri ilə ziddiyyətdə və yaxud da uyğunsuzda olan iki xüsusiyyət görürük və əgər bir-birinə zidd olan iki xüsusiyyət mövcuddursa, demək ki, Tanrı mövcud deyil. Əlavə olaraq ikinci tərif Tanrının hər şeyə qadir olmaq xüsusiyyəti ilə də ziddiyyət təşkil edir. Çünki misal üçün Tanrı qorxu və ümidsizlik kimi hisslərə sahib ola bilməz. Çünki bu hisslərə sahib olmaq üçün ən adi
insan müəyyən şəkildə gücsüz olmalıdır ki, bu xüsusiyyətlər onda mövcud ola bilsin. Tanrı isə hər şeyə qadir olduğu üçün belə bir gücsüz halda mövcud ola bilmədiyi üçün ümidsizlik və qorxu kimi xüsusiyyətləri özündə mövcud edə bilməz və bu da yenə də Tanrının mövcud olmadığını deməyə əsas verir. Əlbəttə, yenə də bəzi etirazlar gələ bilər, hansı ki, ikinci tərəfə belə bir etiraz gələ bilər ki, Tanrı sadəcə məntiqi olaraq mümkün olan şeyləri eləyə bilir və yaxud da o biliklərə sahib olur. Yəni bir bilik əgər məntiqi olaraq mümkündürsə, Tanrı o biliyə sahib ola bilir. Bu etiraz əslində Tanrının daha ciddi problemli xüsusiyyətlərinə yol açır. Gəlin bəzi etirazlara baxaq. İkinci tərəfdə Tanrının hər şeyi bilməsi üçün, yəni bu xüsusiyyətə sahib olması üçün onun yalnızca məntiqi olanı bilmək xüsusiyyətinin olması kifayətdir. Yəni bir növ Tanrı faktiki biliyə sahib olaraq əslində digər iki biliyə sahib olmasa da, məsələn iki biliyə sahib olacaq yolu rasional şəkildə və yaxud da o məntiqi bilmək xüsusiyyəti səbəbilə bütün biliklərə sahib ola bilər və onda bu biliklər mövcud ola bilər. Bunun üçün belə bir nümunəyə baxaq. Düşünək ki, yalnızca burundan ibarət olan bir varlıq mövcuddur və bu varlığın edə bildiyi yalnızca burnunu qaşımaq olsun və həmin o cisim və yaxud da varlıq burnunu qaşımaqla bağlı olan bütün aspektlərə təcrübəli şəkildə biliyə malikdir və bu varlıq hər şeyə sahib, yəni bütün biliklərə sahib bir varlıq kimi təqdim edilə bilərmi? Çünki üçüncü tərifə görə Tanrı sadəcə məntiqli olanı bilməklə bütün hər şeyi bilməyi özündə ehtiva edə bilər. Bizim verdiyimiz nümunədə də sadəcə burnunu qaşımaq bacarığına sahib olaraq iddia olunur ki, o bütün biliklərə sahibdir və hər şeyi bilən bir varlıq olur. Necə ki, bu iddia əlaqəsizdir və epistemoloji olaraq bu varlıq mükəmməl deyil. Eyni zamanda Tanrı da yalnızca məntiqi olaraq digər iki bilik formasına, yəni bu xüsusiyyətlərə sahib deyilsə, yalnızca bir xüsusiyyətə sahibdirsə, biz onu hər şeyi bilən bir varlıq olaraq görə bilmərik. Elvin, sən bayaq dedin ki, Tanrı gimnastika hərəkətlərini bilə bilməzdi. Çünki onun bir bədəni yoxdur da. Bəli. Yaxşı, bəs onda məndə belə bir sual yarandı ki, Tanrı əgər sonsuz güclüdürsə, bu gücündən istifadə edib bu təcrübəni keçmədən bilə bilməzmi? Aha. Yaxşı sualdır. Əslində belə deyək də, bu sualı mən gözləyirdim əslində bir ehtimal olaraq. Çünki bu mənim də ağlıma gəlmişdi bu mövzunu hazırlayanda. Mən əslində bu sualı ehtimal olaraq belə deyək də, mövzunu hazırlayan zaman, yəni hazırlaşan zaman özümdə bu sualı vermişdim və mənim buna verəcəyim belə bir cavab var ki, Tanrının bunu sadəcə belə deyək də, o sonsuz gücündən istifadə edərək bilməsi, onun sadəcə potensial olaraq bilməyini göstərir. Yəni biz axı əvvəldə bildirdik, biz 3 bilik növünə ayırmışıq da və bu hər şeyi bilmək bu 3 bilik növünü də bilməyi gərəkdirir. Əgər bu 3 bilik növündən birini istifadə etmirsə, hansı ki biz bu tərifdə də bildirdik ki, əslində birini yox, sadəcə ikisini də bilmir. Yalnızca faktiki biliklərə sahibdir Tanrı. Amma bu yenə də onun hər şeyi bilmək xüsusiyyətini belə deyək də ciddi şəkildə sarsıldır. Çünki mənim o verdiyim əslində o burun nümunəsində də bunu bildirirəm. Çünki biz hər şey bilmək xüsusiyyətini tamamilə öz keyfimiz olaraq metafizik və yaxud da səbəbsiz müəyyən cavablar verərək doldura bilərik və yaxud da türklər demiş yanıtlaya bilərik. Amma bu bizim öncəki tərifimizlə bir ziddiyyət təşkil edir də. Çünki o zaman tərifdə bu cür bir şey bildirilməlidir ki, Tanrının biliyi yalnızca metafizik biliyidir və Tanrı yalnızca özünün sonsuz gücündən istifadə edərək hər şeyi bilir, amma bu yenə də onun hər şeyi bilmə anlamına gəlmir də. Çünki misal üçün belə gətirək, biz hər şeyi bilən sifətinə sahib deyilik, amma biz gimnastika edə bilirik, yəni bu təcrübəni edə biləcək gücdəyik və Tanrı əgər gimnastikanı
təcrübə edərək bilmirsə, sadəcə faktiki olaraq, yəni birinci bilik növündə bilirsə, bu yenə də onun hər şeyi bilmə sifətinə ziddir. Yəni bu da sifət yəni bu xüsusiyyətdir də bildiyi. Hər şeyi bilmə sifəti deyil. Bu xüsusiyyətin zidd olduğu üçün əslində yenə də tərif xətalı duruma düşmüş olur. Yenə deyirəm, təbii ki, burada yalnızca hər şeyi bilmə xüsusiyyəti deyil, həm əxlaqi olaraq mükəmməl olması, həm də hər şeyə qadir olması sifətləri əslində ziddiyyətlidir. Sadəcə videonun əvvəlində də bildirdiyim kimi mən 3 mövzuya da birlikdə girsəm, beynimiz qarışacaq, mövzular bir-birinə girəcək. Buna görə də məncə videonu burada saxlasam daha yaxşıdır və izləyicilərdən şərhlərdə və yaxud da məsələn adlarını səhvliyim bir də bildirim. Ziya Baliyev, Elşad Miri, Fazil Əhməd. Təbii ki, bu sadəcə nümunə olaraq saydığım şəxslərdir, çünki mən hər üçünü sevərək izləyirəm və onların fikirləri mənim üçün önəmlidir həqiqətən də. Və həqiqətən də mən bir səhv edirəmsə və yaxud da bu arqumentdə müəyyən xətalar ehtiva edilirsə, bunları mənə bildirsələr və qarşılıqlı olaraq rasional bir fikir müzakirəsi edərsə, məncə daha keyfiyyətli kontent və daha yaxşı mövzular ortaya çıxar düşünürəm ki, hansı ki, siz bildiyiniz kimi əhzabçı ateistlərdən fərqli olaraq biz məhz dinə qarşı yox, cahilliyə qarşı, düşüncəsizliyə və yaxud da yəni bunlara qarşı vuruşuruq və əslində tək məqsədimiz maarifçilikdir. Yəni mən ona görə bu gün Ziya Baliyevlə və yaxud da məhz bu formada kontentlər paylaşan şəxslərlə videolar çəkmə səbəbim onların öz ideologiyalarını təbliğ etməsi yox, əslində maarifçilik etməsi düşüncəsinin öndə olması səbəbiylədir. Bu videonu çox da uzatmaq istəmirəm və videonu izlədiyiniz üçün sizlərə təşəkkürlərimi bildirirəm və yenə də sizin şərhlərinizi oxumaq üçün gözləyəcəm növbəti videolara qədər.